O 2000 toy olub məhəllədə kimsə toy olub. Bənin gəlinin qabağını kəsməyə 5 manat 3 manat verirlər. Hə. O da bizim qapı qonşumuz idi. Mən gəldim qabağını kəsdim 1 manat verdi. Mən bu nədir verdim? Bu da qız aparsın. Bizim Babək qəhrəmanımız anlayışı biz tərəfdə biraz fərqlidir. Dedim hə Asim. Biz bunu yazırıq, qırmalıyıq. Bir sənə dedi. Qırılmaz. Hər hansı ağrı biləmir. Ağrıyır, belim ağrıyır. Allah'a. Şuran bir siz nətərdir? Telefona girir, başlayır danışmağa. Ya nə oldu? Biz işləmirik. Tamam mı? Pul var, dolanışıq. Dolanışıq yoxdur. Üz üstündə. Ya buyurun, danışın. Salam deyin Şükran bəyə. Kişi. Hə, Şükran. Söz götürməyən adam bu sahədə nə sözsən götürmüşəm. Salam, yenidən sizin qarşınızda olduğum üçün özümü çox şanslı hiss edirəm. Bugün bizim qonağımız adı çəkiləndə belə üzümüzü güldürən Ramin Hacıyevdir. Xoş gəlmisiniz Ramin bəy. Salam, xoş gördük, xoş gördük. Necəsiz Ramin bəy? Yaxşı, şükür Allah. Pozitivəm. Çox sevindim. İnşallah ki, bugün bizdən özünüz olacaqsınız. Hə, özüm. Mən həmişə özümdən oluram. Yəni, həmişə özümün yanında oluram. Özüm oluram da yəni. Əsas odur. Səmimiyəm. Bunda çox sevindik. Zaten o direkt hiss olunur yəni efirdən, o enerjidən. Necəsiz? Nəsə işləriniz necə gedir? Yaxşıdır, şükür Allah. Dəyişikliklər varmı? Mən gedik çəkirik də, həm skeç çəkirik. Aha, izləyirəm. Sosial üçün, hə. Həm serial çəkirik televiziyası üçün. Həm özümüz oynayırıq. Belə yəni normal, hər şey qaydasındadır şükür Allah. Sənət yaradıcı adamın istədiyi şey nədir? Orada var. Eynən. Hər hansı ağrı biləmir? Ağrıyır, belim ağrıyır. Allah haqqı. Belim, ayağım, yəni mən işə qurban verən adamım da, yəni hər şeyi. Uşaq vaxtından elə olubdu, çox işgüzaram. O pis şeydir. Çox fədakar iş. Çünki sonradan başlayırsan onu hiss eləməyə. İndi nətər başlayırım hiss eləməyə onda, o. Amma hər şeyin gərək öz yeri olsun, öz vaxtı olsun. Nəsə də mən düzgün tərazılaşdıra bilməmişəm həyatımı. Uşaqlıq özü dəcəl uşaq olmusunuz, siz? Məncə hə. Mən 90-cı illərin dəcəl uşağı olmaq yaxşı bir şey deyildi. Amma şükür Allaha o 90-cı illərin o lazımsız aşırı dərəcədə dəcəlliklərindən mən qurtarmışam. Biraz bizim 90-cı illər Gəncə şəhəri, biraz elə bir qarma-qarışıqlıq zat. Biz onda elə deyərdim ki, biraz tərbiyəli böyüdük deyə həyatda qalmışıq. Eynən. Bizim həm yaşlılarımız var idi ki, biraz çox dəcəl idilər aşırı. Onlar bəziləri həyatda yoxlar. Ən azından siz nəsə saxlayıb da. Yəni saxlayan əlbəttə ki, tərbiyə olubdu ən çoxu. Vəssalam. Amma çox dəcəl uşaq olmusunuz. Bir dənə sizin xatirənizi dinləmişdim. O 2000 toy olub məhəllədə kimsə toy olub. Gedib dirək. Onda lap balaca olmuşdu. O qonşumuzda toy var idi. Mən də bildim ki, bənin gəlinin qabağını kəsməyə 5 manat 3 manat verirlər. O da bizim qapı qonşumuz idi. Mən də dedim ki, gedib qabağını kəsim. Nə versə deyəcəm yenə ver. Çünki qapı qonşumuzdur da. Mən gəldim qabağını kəsdim. 1 manat verdi. Sarı rubl verdi. Uşağım, Sovetin vaxtına gedir. Mən bu nədir verdim? Bu da qız aparsan. Qavaş çıxartıb 5 manat verdi. 5 manat verdi, götürdüm. Dedim bu nədir? Bu cür qız aparsan. Bir də gördüm qulağımdan belə kimsə yapışdı. Belə burdu, baxdım ki, mamamdır. Belə ki. O lap balaca vaxt idi. Ananız sərt qadın olub, yoxsa? Yox, deməzdim sərt. Anam özü tərbiyəçidir. O tərbiyəçi olub, bəli. Uşaqlar təbii ki, indi variant yoxdur, tərbiyəli olmadılar. Ən birinci iş odur. Mənim üçün də həyatda birinci savad olmasa da mütləq tərbiyəli olmalısan. Amma savad tərbiyə kömək edir, deyim biləsiniz. Elə belə də məlumat dedim. Düzdür. Tam razıyam. Anam həmişə tərbiyə üstünlük veribdi. Hətta müəllimələr deyirdi ki, ola bilər dərsini oxumasın, tənbih elə, amma vurmayın. Ancaq tərbiyəsizlik eləsə, mənim əvəzimə döyün. Yəni, uşaq oxumaya bilərəm. Amma mən heç vaxt söyüş söyməli deyildim. Onda döyüləcəkdim. Anam da döyərdi, elə bir tərbiyədir. Ona görə də bax, elə böyüdüm. Amma çətin dövr idi də, doğrudan da o dövr çox çətin dövr idi. Çox. Ağır dövr idi, çətin dövr idi. Nə bilim, bir tər yaşadıq. Neçə yaşınıza kimi Gəncədə yaşadınız ümumiyyətlə? 17 yaşına kimi, 94-ə kimi. Və sonra necə oldu gəldiniz? Sonra mən gəldim, instituta girdim Qafqaz Universitetinə 95-ci ildə.
Ondan sonra başladım elə burada yaşamağa, nə bilim işləməyə, oxumağa. Bəs niyə üstü buraxdınız? Gül kimi qəbul olmuşdunuz, oxuyurdunuz. Hə, orada bir problem olmuşdu. O mən istəməzdim deyəm əslində. Bəzi bir şeylərə öz səhvliyimə görə belə deyim. Gənc olmuşam da, yəni elə bilmişəm ki, hər şey həyatda belədir. Yox, elə deyil. Bəzi hallarda səbr eləmək lazımdır. İndi olsaydım, qayıtsaydım, mən hətta bir deyirlər ki, keçmişə qayıtsaydım nə edərdim? Mən deyərəm Allah, keçmişə qayıdıb özümü döyərdim. Valla. Məsələn, elə bir şeylər eləmişik ki, bunu eləmək olmaz. Hə, çox belə deyim də dəcəllik, şıltaqlıq elədiyi uzaqlaşdırdılar. Mən prob eləməyi xoşlayıram. İspitsan eləməyi xoşlayıram. Seriallarda da elədir. Mən xoşlayıram, bax, onu mənim xoşuma gəlir, aktyor kimi onu götürüm, çəkim. Mənim üçün maraqlıdır, oynaya bilək, yoxsa yox. O hə, o bir hardasa bir yaradıcı instinktidir, mənə elə gəlir. Bəs olub ki, yəni belə götürəsiz kimisə sizi yanıltsın. Hə, niyə olmuyor ki? Olur. Amma denəmisiniz. Bax, çox olub da aktyorlar var ki, fakturası möhtəşəm. Onun içi boşdur. Yəni o istədiyin o yoxdur da, o ürək yoxdur. Var elə aktyorlar da var. Biraz demək ona başqa rol vermək lazımdır. Həmin bax o içinin boşluğunu kimi bir rol vermək lazımdır. Ki o sən istədiyini zaten o elədir də. O elə olmağını göstərmək lazımdır. Bax seriallarda elə şeylər tez-tez edir. Bir də görsün dəvət edirəm, görürəm ay da vermədi onu. Mən başlayıram onun xarakterinə uyğun ssenarini dəyişmə eləməyə, onu replikalar elə deməyə. Elə daha asan. Ona görə deyilir, heç vaxt pis rejissor yox, pis aktyor olmur. Pis rejissor olur ki, o aktyoru yaxşı, düzgün istifadə edə bilmir. İndi çalışırıq biz istifadə edirik. Hər dəfə alınmır ki. Evet. Amma çalışırıq. En azından yəni sınıyırsınız da onu. Bəs mənə doğrudan maraqlı oldu. İnstitutdan tərk etməyiniz. Hə, tərk etdim və heç vaxt qayıtmadım ora. Yoxsa siz tərk etdiniz? Orada belə təhqir məsələsi olmuşdu. Təhqir məsələsi olmuşdu. Mənə yox, vətənimə deyim də, belə deyim. Biraz bizim Babək anlayışı, bizim Babək qəhrəmanımız anlayışı biz tərəfdə biraz fərqlidir. Türkiyədə fərqlidir. Bizim üçün o biz milli qəhrəmanımızdır, dövlətini qoruyan bir qəhrəmandır. Amma onlarda dinə qarşı çıxan bir insandır deyə. Hə, biraz mübahisəmiz oldu o barədə müəllimlərlə. Mən də təhqir elədim, çıxdım. Bax bu təhqirə görə özümü çox pis qınayıram. Hə, təhqir elədim, çıxdım və bir daha ora qayıtmadım. Neçənci iliniz idi artıq? Təhsil 98 idi. Təhsilin neçənci idi? Özdə yaxşı da oxuya bilmirdim. Amma məktəbdə yaxşı oxudum. Biz yaxşı oxuyamırdım. Türk dilində keçirdilər. Hə, orada bir matematikadan zəifim, çox zəifim. Əli müəllim vardı, sağ olsun. Qalıbsa Allah can sağlığı versin, yoxsa Allah rəhmət eləsin. Ona həmişə deyirəm, mən kömək edirdim. Mən də tutmurdum da söhbəti də, yəni başa düşə bilmirdim, matematika girmir. Amma eləməli idim, zorla eləyirdim. Bir də Türkdə sosioloji var idi. Sosioloji tuta bilmirdim, sosioloji. Özü Türk dilində. Hə, sosioloji. Sosioloji. Bəs qayıtdıqdan sonra Azərbaycanda nə işlə məşğul olmuşdunuz? Yox, Azərbaycanda mən Bakıda oxumuşam Qafqazda. Sonra getdiniz Türkiyəyə. Daha sonra getdim Türkiyəyə. Kino rejissoru oxudunuz. Bəli, kino rejissor akademiyasında olubdu. Bizdə var idi İbrus. İbrahim Rustam İbrahimov bir dənə kursları var idi. Çox qəşəng kurslar. Oradan Samir Qulamov, Samir, o biri Samir dostumuz da çox rejissorlar çıxdı ki, hansı ki bu dəqiqə qəşəng, yaxşı filmlər çəkirlər, savadlı filmlər çəkirlər. Mən də Türkiyənin variantını bitirdim, amma mən biraz zarafatçılı idim deyə, mən rejissorum dedim ki, sən diziyə daha yaxşısan. Türkiyədə dedilər. Mən harca bir 7-8 ay oxudum kino, film üzrə. Sonra mən hər dram yazırdıq da, dramda deyirdik ki, misal üçün telefonlarla ünsiyyəti göstər, amma cümlə olmasın. Misal üçün, belə bir zadanya verir. Mən həmişə içinə, dramın içinə bir zarafat qatırdım. Mənim də o dramın içinə getdiydi, hır-hır, düz deyil. Ona görə də mən diziyə yönəltdim və dizidə də çox yaxşı. Belə bir öz boşqabımdaydım. Heç orada işlədiniz ümumiyyətlə, yoxsa? Bir dənə bölüm yazdım. İşləməmişəm, yox, orada işləyə bilmədim. Bilməm, təəssüflər yoxsa yaxşı ki, amma işləmədim orada. Gəldim bura, burada eləmək istəyirdim. Orada sadəcə təhsil alıb gəlib burada. Gələndə ilk işiniz ümumiyyətlə nə idi sizin? Qonşular serialı olub. Qəşəng serial idi. 4-45 bölümdən ibarət olub. Onda Space kanalında yayımlandı. 2004 idi, 2005-ci ildə. 4-10 seriyasını başa salmaq istəyirəm seriallarda. O olmur da, yox idi. Azərbaycanda komediya serialı sitcom olmamışdı. İlk dəfə onu eləyəndə mən başa salmaq istəyirdim bu nədir?
Hə, bir tər başa saldım deyəndə, yəni dəstək olan oldu. Müşfiq Hətəmov kömək elədi. Sağ olsun. Hə, Space-lə danışdı o vaxt rəhbəri ilə. Biz bir 10 bölüm çəkdik və yaxşıdır, xoşlarına gəldi. Sonra Lizi kanalında nümayiş olundu. Bir 45 bölüm. Yaxşı idi, maraqlı idi. Hə, ona başlamışdı. Hə, bayağı bir şey olsa da, yəni elə də olmalı idi. Yəni indiki seriallarımızla o vaxtki serialımıza baxsaq görərik ki, biz bu dəqiqə çox gözəl seriallar çəkirik. Təbii ki, həmin vaxtda özdə heç bir serial çəkilmirdi. Bu böyük məsuliyyət idi, belə deyim. Ssenarisini özünüz yazırdınız? Özümüz yazırdıq. Özümüz çəkirdik, özümüz montaj edirdik Allah. Hə. Bir dənə kompüterim vardı, özüm montaj edirdim. Çəkirdik, ssenardə otururdu, çəkirdi montaj, amma tək mən deyildim də, ssenardə çox adam vardı. Həmən tanıdığımız Ənvər Abbasov vardı, Elmədin Cəfərov vardı, bəli, Tərlan idi, Elnur idi, Ramiz Rəhmətli var idi. Yəni belə elə bir sexdən başlamışıq da. Bəs şey necə alınmışdı? Bu belə deyim də, bu belə şey sual var ya, bu sənətə gəlmək fikri, bu istək necə yaranmışdı sizdə? Məktəbdən KVN oynamışam. Hə. Hə, o yumor, o yəqin ki də bacarıq deyərdim də. Əgər buna belə bir şey alınıbsa, demək bacarıq var idi deyə. Hə, məktəbdə KVN oynuyordum. Sonra gəldik, elə bizim komandamız vardı, KVN komandamız Gəncədə, BMW komandası vardı, Blatniy Magic Vokzal. Hə, onunla o komanda ilə gəlirdi Bakıda oyuncu, Soçiyə getdik biz qəşəng komanda. Hə, Soçi, Moskva azad oynamışıq. Çox. Hələ məktəbdə oynamışıq. Məktəbdən sonra hə, institutda yaxı gedirdik. Hə, gedirdim, gəlirdim. Hə, yaxşı KVN oynamışıq, maraqlı KVN oynamışıq. Mən bunu bilmirdim. Hə, kapitanlardan biri olmuşam. Belə bir şey, yaxşı idi. Hə, elə onunla da başladınız. Hə, orada yox, başlamaq deyildi, başlama məktəbdən idi. Hə, də məktəbdən şey səhnəyə olaraq daha professional səhnəyə. Onda hə, artıq uzun səhnədə var idik, gedirdik və KVN-dən sonra da başladı, Təksəbirdə oldum. Ondan sonra başladıq serial çəkməyə. Təksəbirdən hamımız izləyirdik. Hə, Təksəbirdəyim. Təksəbirdə az çıxış eləmişəm mən. Axıra yaxın gəlmişdim, skripka ilə gəldim. Mənim skripka, KVN-də bir iki dənə skripka nömrələrim var idi, gülməli. Onları eləyirdik, maraqlı idi. Gör nə qədər vaxt keçir. Ayda. Bəs bax, həm aktyor kimi, həm rejissor kimi, həm ssenarist olaraq belə deyim də çalışırsınız. Hansında daha güclü olduğunuzu düşünürsünüz? Hamısında zəifəm. Hə. Çünki yeni heç nə, nичего не придумаешь, ruslarda var söz. Və hər şey olub. Bir, ikincisi də ki, mən axı elə bir kinematografiyanın üst səviyyəsində deyiləm, mən film çəkməmişəm. Və rejissor filmi çəkməmişəm. Deyək ki, mən özümü öyümdə başa düşdüm. Mən serial çəkmişəm. Düzdür, mənim kolleksiyamda 15 serial var bu yaxına kimi və heç kimdə o yoxdur. Amma öyünmək deyil. Sadəcə o serialların isə pisi də var, yaxşısı da var, zəifi də var, gülməli olanı da var, olmayanı da var. Amma bir işdir də görmüşəm. Amma çoxsa tutuzurub. Mənim üçün bəlkə də deyərəm uğurum odur. Ki mən harcı bu dəqiqə 15, biri məsələn Bacanaqlar serialı 450 bölüm çəkildi. Qız Atası serialı mən başladım, harca bir 7 il, sonra indi davam eləyir. Yəni irili xırdalı 15 serial çəkmişəm. Amma çoxsu demək olar tutuzurub. Ən çox tutuzulan seriallar demək olar ki, sizin seriallardır, belə deyək. Komediyadayıq axı, komediyada az olubdu. Ona görə də əsasən biz belə təşkil eləmişik, ona görə yəqin ki. Komediya daha çətin olduğu üçünmü daha azdır, yoxsa biz drama sevən xalqıq? Yox, komediyalarımız çoxdur ki, kanallarımızda komediyalar var, hər bir kanalda bir komediya var. Qaraqura işlər var ATV-də. İndi başlayıb da, yəni. Hər halda, yox, həmişə olubdu. ATV-də həmişə. Daha az olub. İndi bax Qız Atası gedir. Hamısı sizindir və bunlar hamısı çox sizindir. Yox, əvvəli ola bilər. Məsələn, Qız Atasını deyirəm, mən başladım. Yox, Qaraqurana bizim bir dostumuz var. Əziz Şahbazov işləyir. Dostum mənim, yaxın dostumdur. Çox yaxşıdır rejissordur. Görürsünüz nə qəşəng keyfiyyətli çəkilir. Maraqlı. Hər kanalda var. Monika, kəndimizdə Monikası var. Mən özüm orada oynayıram ayrı belə. Ən sevdiyim obrazlardan. Doğrudan. Allah haqqı. Çox sevirəm. Bilirsiniz niyə? Birinci ona görə ki, grimlənmirəm. Saçımı belə bir şey eləyirəm. Hə. Mənim vaxtımdsa ikinci rejissorumuz Elşən deyir ki, tamam sizin şeydə səhnənizdə, hə. Mən bir dənə belə edən papaq qoydum, çıxdım. Və çox belə, yəni belə şey oynayıram, rahat oynayıram. Xoşuma gəlir o. Bacanaqlarda da çox sevilirdiniz. Çox sözü obraz idi, çox sevilirdiniz. İndi davam edir də bacanaqlar. Doğrudan çox sevilirdiniz. Çox fərqli obraz idi. Biz siz nə demək istəyirəm? Siz yəni illərdir, neçə ildir ümumiyyətlə çalışırsınız bu işdə siz? Təxminən mən əməkdar mədəniyyət işçisiyəm. Bəli, bilirəm. 1998-ci ildə kütləvi informasiya vasitəsindən başlamışam qəzetdə, Gəncədə Birja qəzeti var idi. Orada başladım crossword tərtib eləməyə.
Vay. Gecə səhərə kimi crossword tərtib edirdim, onda yaxşı vaxtlardı. Cavansan hər şey elə bilirdim. Üstü ora bura qəzet tərtibi, o qəzetə vermə, bu qəzetə vermə. Orada da belə bir şey, yəni belə kütləvi informasiya vasitəsindən başladım, sonra kino zad ora bura serial var belə bir şey. Yəni mən harca yaradıcılığım 98-dən başlasa, neçənci ildir? İndi 25-dir də. 25-də gəldi 27. 27 ildir, maşallah. 30 il deyək, 30 ilə yaxındır artıq. Elə deyil. Və çox çalışqan bir insansınız, dəhşət dərəcədə çalışqan insansınız. Həm rejissorluq, istər aktyorluq, istər senaristlik cəhətdən. İllərinizi belə deyim, vermisiniz bu sənətə. Bəs sadəcə İllərinizi vermisiniz, Allah belə. 30 ilə yaxın. 98 yaşım var, elə. 30 ilə yaxın, yəni az şey deyil də. Allah 30 il nədir ki? Yox, valla müasir yəni Azərbaycan televiziyası üçün düşünürəm, çox böyük bir şeydir. 27, elə də çox şitdir. Yavaş-yavaş elə qocalıram elə. Yox, estağfurullah. Bunu yaxşı mənada deyirəm, doğrudan da. Təşəkkür edirəm. Yəni bu müasir Azərbaycan televiziyası üçün çox şey eləmisiniz. Ümumiyyətlə, istər film, seriallar, istər nə bilim komedi, teatr, tamaşalar, belə deyək də. İndi vloqlar çəkirsiniz. Nəysə. Şey soruşmaq istərdim ki, sizin üçün Azərbaycan, belə deyim də, əməkdar mədəniyyət işçisi adı sizə görə çox az deyil. Yəni bu qədər zəhmətin qarşılığında bu qədər iş görmüsünüz. Siz ümumiyyətcə mən siz nə düşündüm? Mən çox da deyə bilərəm, hətta çoxdur. Çünki əvvəldən biz kim olmuşuq ki? Yəni indi bunu əldə eləmişik. Deməli bu mənim üçün çox böyük bir yəni nəticədir mənim üçün. Əməkdar mədəniyyəti çox böyükdür mənim üçün. Allah haqqı. Axı xalq olaraq məsələn xalq sizi məsələn daha çox sevir də, çox sevilirsiniz, belə deyim. Xalq artisti demək istəyirsinizsə, yəni onda axı mənim hansısa bir nümunəvi rolum olmalıdır ki, onun əsasında bir mənə xalq artisti. Mənim nə nümunəvi rolum var? Bir də məhəbbət çıxıb güldürür. Yox, vallahi hamı o qədər əlaqəsiz insan, xalqın sevmədiyi belə insanlara belə xalq. Mən həmişə lazımdır əlaqəsiz insan. Mən özümü ona görmürəm. Allah haqqı görmürəm. Yəni səlahiyyətiniz olsaydı, Ramin Hacıyeva verərdiniz əməkdar və ya da xalq artisti yoxsa yox? Əməkdar mədəniyyət işçisi mənə verən adama çox böyük təşəkkürümü bildirirəm ki, mənə onu layiq görüb televiziyadan almışam da mən. Doğrudan sağ olsunlar, heç olmasa. Çox sağ olsun mənə onu bildiyinə görə. Amma xalq artistinə mən razı deyiləm. Mən xalq artisti deyiləm. Xalqın artisti, o Yaşar Nuri həmişə deyir, xalqın artisti başqa. Xalqın artisti ola bilərəm. Mən çox sevinərəm xalqın artisti olsam. Mən tamaşaçımı sevirəm. Elə çox sağ olsun tamaşaçı da likelardan və yaxud da ki o kommentlərdən başa düşürəm ki, məni də sevir. Çünki mən onları çox sevilirsiniz. Doğrudan çox sevirsiniz Ramin bəy. Və göz deyəcəyik. Çox sevirsiniz. Yəni doğrudan çox sevilirsiniz valla. Çox sevilirsiniz. Xalqın içində doğrudan çox sevilirsiniz. Təşəkkür edirəm. Mən sevirəm Allah haqqı. Mən çox sevirəm. O mənə baxıb güləndə mən elə bilirəm ki, ona plus 1 mən oldum da. Yəni o mənə baxdı, güldü, mən xoşuma gəldi. Çünki onun pozitiv oldu. O qədər problem var Allah haqqı. Adam bilmir nə yapar. Bir də baxdın, gördün, güldün, ləzzət elədi. Mənə də xoşdur. Eynən. Haqq sizi sevir. Və bəzən belə rəylər oxuram sizin şəklinizin və yaxud da hansısa bir vloqların və yaxud da hansısa bir serialın altına. Heç vaxt yəni sizin barənizdə mənfi bir rəy görməmişəm. Yəni ona görə deyirəm ki, düşünmürsünüz sizə haqsızlıq olunur. Axı xalq sizi sevir. Bu adı verirlərsə xalq artisti. Buna xalqın istəyini nəzərə alıb verməlidirlər də. Yəni xalq sizi sevirsə, xalq gəlin qutaraq. Mən özüm ora layiq bilmirəm. Amma o ki qaldı o müsbət rəylər yazmağa. Mən hardasa keçən ilin avqustuna qədər sırf televiziyadaydım da. Yəni biraz da işlərim yaxşı gətirmirdi. Şuran mən dəvət elədi, Şuran Sultanov. Bəli, dedi ki, Ramin gəl başlayaq çəkməyə. Mən razı olmadım. Dedi ki, məhəbbəti dirildək. Razı oldum bir şərtlə ki, altda pis rəy yazsalar. Bəzi hallarda haqsız yazılır. Anlayıram. Tam razı. Ola bilər söyüşlə yazsınlar, amma düz yazsınlar. Haqlı yeri yazsınlar. Haqlı yeri yazsınlar. Yazır, məsələn, bilmirəm, adam söz deyə də bilmirsən, təkrar eləmək istəmirsən. Amma baxsan ki, yəni düz deyil. Haqlı olanda okey. O haqsızlıqdan dedim, Allah bir dənə pis rəy yazsa, mən bir də çəkməyəcəm. Dedi ki, yaxşı. Bir dənə çəkdik və hamı müsbət rəy yazdı. Hətta məhəbbət qayıtacaq, bu tip şeylər. Ondan sonra başladı və indiyənə kimi nə qədər rəy görmüşəm, o 1000 rəyin içində biri mənfi ola bilər. O da mənfi deyəndə haqsızlıq da, belə deyək. Ola bilər, bax elə bir şey. Heç kim pis şey yazmır. Hamısını da yaz. Bir də demirəm ki, hamı sevir. Yox, sevməyə də bilərlər. Amma o sevməyənlər ki, ora yazmırlar, onlar da sağ olsunlar.
Adam bir də görsünüz komediya aktyorunu birinci Hə. sevmək lazımdır. Ondan sonra onun zarafatlarına gülürsən. Düz. Hə, elədir. Razıyam, hə. Dram aktyoruna o qədər təsir eləmir. Zaten o sənin enerjinin eynisini oynayır da, mənfini oynayır. Sən də ona aqressivsən, sən lap pis olacaqsan. Amma komediyanı sən sevməlisən mütləq. Sən sevməlisən mümkün deyil. Yoxsa qəbul eləmirsən onun Gülməyəcəksən. Öldür gül. O hamı gülür, sən gülmür. O var elə adamlar. Düzdür. Mənim də düşüncəmdə məsələn adam var ki, komediya deyil də, Burat, mən gülə bilmirəm. Yəni nə inir Hə, eləsin. nə edirsən? Amma cəmaət ola bilər qəbul eləsin. Tək mən bomba olan deyiləm. Deməli bunları sizə Şükran Hə, sağ olsun. Mən ona indiyənə kimi çox sevinirəm. O tək o mənə o məhəbbət olaraq canlandırmağına görə yox, bütün bu dəqiqə mənim onunla işbirliyim çoxdur və işbirliyi nəticəsində biz tanış olduğumuz adamlar, bizim gördüyümüz işlər o hamısından belə sıx münasibət yaratdı. Tək o deyil də, sağ olsun ona görə. Hə, anladım. Amma baləcət də, mən baləcət. Düşünürdüm ki, görəsən Şükranla dostluq eləmək sizin, yəni belə deyim də sağlamlığınızı qorumaq üçün bir Şükranla işə yarayır, yoxsa yox? Şükranla qorunmaq üçün yarayır. Hə, mən bəzi ora-bura ağrıyanda dəvət gedə filan həkimdən, gedə filan həkimdən. Allah haqqı. Mən bildiyiniz o iskusin dixan edir. Gəl dayanla yaşar ölürsən görək. Sağ olsun doğrudan da. Bizim Şükran dostumuz əvvəldən var. 2019-da o işte bacanaqlar serialına gəldi. Oradan sonra münasibətimiz, yardımımız yarar. Sonra bizim onunla tandemimiz lap yaxşı alınırdı bacanaqlarda. Aha, bəli. Sonra elə onu da diriltdi, elə davam elədi. Yəni dostluğumuz bizim 2019-dan başlaydı. Siz gətirmişdiniz, onu təklif eləmişdiniz. Yox, mən yox, Tərlan da təklif eləmişdi, amma mən çəkirdim də. Belə bir ssenaristikalar onunla münasibətimiz. Bizim tandemimiz deyə mənim onun dostluğum təbii ki olmalıdır. Hə. Və qəşəng alınırdı, doğrudan qəşəng alınırdı. Maraqlıdır. Özümüz də ləzzət alırdıq ondan. İndi hal-hazırda çəkilmisiniz siz belə deyim də qırağa sakitcə işləyirsiniz. Fikirləşirdim ki, görəsən nədənsə incimisiniz, yoxsa gördünüz elə alınmır, belə tərzinizi dəyişdiniz. Nədən incimisiniz? Televiziyalardan ola bilər, amma televiziyanın öz strategiyası var deyə heç kimə heç nə deyə bilmirsən. Həmən belə düşünürəm. Misal üçün deyirsən təzə veriliş var, vereyim. Hə. Deyir sponsorla gəl. Mən rejissorum, amma sponsorla gəl. Mən veriliş yaxşıdırsa bunu öz nəsə belə bir televiziya bu yöntəmdə qurulub da. Mən ona deyə bilmirəm, niyə? Var sizə deməsinlər də amma bunu. Hər halda deyirlər də. Yəni onsuz reytinq verəcəksiniz siz zaten. Yox, elə olsa olur, bir də görsən vermir. Hə, vallahi elə görsən veriliş versin, vermir. Mən ona rəhmət eləyirəm. Siz yəni o şey bariyeri artıq açdınız. Elə bir şey var ki, verir də. Harca müəyyən bir düşüncəmiz var ki, bu qədər olacaqdır. Hə, ən azı. Onu biraz qapıdan kəsəndə və baxsan ki, deyir ki, setkada yer yoxdur. Baxsan ki, 50 dənə başqa şeylər patlıyor, onda adam qızıq olur. Bu televiziyaların belə yüngülü var, amma ki, strategiyadır. Nə tədbirlər elə deyirlər, sağ olsun. Sağ olsun. Zaten mən bu televiziyanın hesabına tanınmışam da, mən niyə ondan pisliyim ki? Düzdür. Amma bir ara incimişdiniz hətta televiziyalardan deyəsən, belə deyim. Hə, ola bilərdi. Bir dənə serialım var idi. Mən təklif elədim Xəzər televiziyasına. Orada nəsə biraz anlaşılmamazlığımız oldu. Sonra düzəldi hər şey. Amma müddətin dəyişən vaxtları idi yanılmamsa Xəzərdə. Hə, elə problemlər. 2020 pandemiya vaxtına düşmüşdü. Belə müharibə vaxtı. Müdiriyyət dəyişirdi, qarma-qarışıq. Biraz çətin oldu mənim üçün. Biraz da səhhətimdən getdi. Çox əsəb keçirdiniz. Hə, çox. Oradan sonra belim əyildi. Xatırlayıram o dönəmi mən də. Açdıq, keçdik də, amma keçmişə baxanda sənin tarixində elə bir izdə olur. Bir xatirə qaldı. Nəvələrimə danışmağa söhbət var. Düzdür, biraz belə şey incinici xatirədir, amma o da bir xatirədir də, belə deyək. Hə də, hər şey. Amma atlata bildiniz də, əsas odur. Hə. O dönəmi atlata bildiniz. Keçdik o dönəmini, şükür Allaha. Çox şey. Dostların hesabına deyin biləsiniz. Çox, vallahi. Mənim yaxın dostlar, ətrafımda çox yaradıcı adamlar var. Və ola bilər ki, tamaşaçılardan, dinləyicilərdən sosial belə, yəni yaradıcı adamın, yumor adamlarına biraz ola bilər bunların dostu yoxdur, tipli bir yanaşma ola bilər. Çünki efir adamları da dost, hər baxsan dost deyirlər. Amma mənim o dönəmdə ki, mən biraz o stres, biraz ağırlıq keçirdim, mənim ətrafımda olan dostlarım hamısı mənə dəstək oldu. Tək maddi yox, mənəvi çox dəstək oldular. Allah haqqı çox. Sağ olsunlar, vallahi da. Hə, çox sağ olsun, Allah haqqı. Hər biri. Sizin ən böyük qazancınızdır bəlkə də o zaman dostlar. Mən hesab edirəm ki, yəqin ki, mən də pis olmamışam. Hə, təbii ki. Və şükür olsunlar ki, mənə yaxşı olanlar da mən də onlara yaxşı olmağa
istəyirəm, çalışıram və inşallah ki, biz yerdə olmalıdır da. Hə, siz yaxşı olmusunuz ki, onsuz onlar da yaxşı. Ətrafımızda yaxşı adamlar çoxdur. Mənim ətrafımda yaxşı adam çoxdur. Hamısına təşəkkürümü bildirirəm. Allah. Çox şükür. Biz də salamlayırıq burada hamısını. Doğrudan o bir dənə söz var, deyir, neymisinlər, əsas odur, yaxşı dostlar birikdir türk sözdür. Bu ən önəmli şeydir həyatda. Yaşamaq üçün, müəyyən bir dövr üçün. Çox. Hal-hazırda bəs borcunuz var Rami bəy? Yox. Bəs sizə borcu olanlar varmı? Deyin, gətirsinlər elə buradan qaytarsınlar. Borcum var, yox. Borcum yox. Var, borcum var. Hə. Hə, Allah haqqı var. Çox da azdır. Bəlkə dostlarınız Vergi borcum var. Hə, Allah haqqı. Vergilər Nazirliyinin salamlayırıq. Mən də orada Vergilər işləyən Nazirinə dostlarım. xahiş eləmişəm. Nə olar ki, mən ciddi borcum var. Bir nətər olub o. Mən axırıncı vergini ödəmədim. Hə. Harca bir 3500 olmalıydı. Sonra o hansı bir maddə var, onunla hesablanır. Orta Artır. hesablar başlayır artmağa. Hə, Bir bilirəm, sonrasında penya gəlir. Gəldi çox böyük rəqəmə çıxdı. Mən ki onu ödəyə bilmirəm. Stopum var. Bilmirəm, Ayda. buna nətər münasibət göstərəcəklər. Mən tutmazlar görəsən. Ya, vergi Nazirliyinin salamlayırıq. Günah sizdə olub da. Tutulacaq qədər çox deyil. Amma günah sizdə olub. Niyə ödəməmisiniz? Bax, vergi Yox, ödəməmisiniz. çətinliyə düşmüşdüm Allah haqqı. Hə, onu da başa düşmək lazımdır insanlıq. 2020-ci ilin o çətinliyinə düşmüşdüm. Hə. Yoxsa həmişə ödəyirdim də. Yəni ki 4 il, 5 il, 6 il ömür boyu ödəmişəmsə birdən 2020-də, 2020-də mən çox çətinliyə düşdüyümdə və bu əmələ gəldi, belə oldu. Bəlkə bunu anlayışla qarşılayıb. Çünki bu günə həmin vaxta kimi ödəmisiniz də vergini. Bəlkə Vergilər Nazirliyi bunu anlayışla qarşılayıb sizlər. Mən anlayışla qarşılayıb da. Başlayırdım Allah haqqı. Tutulacaq qədər deyiləm. Yəni cinayət cəzası daşıyacaq qədər borcum yoxdur, amma nə olar ayda. Ayda. Ən azı həmin vaxtda var, çıxa bilmirəm. Bizim apreldə Moskvada Kamizixananın konserti var 23-də. Hə. Mən gedə bilməyəcəm. Bu adam ölkə üçün buradan səslənən Vergilər Nazirinə. Ramin bəy ölkə üçün çalışır, ölkə üçün vuruşur. Yəni ən azından siz nəyinizə nədir, onu silə bilərsiniz də. Ən azından həmin dövrə kimi ödəyib də bu adam vergilərini. Lazım olsa gedərəm sizlə Vergilər Nazirinə də. Zarafatda da 1 qram zarafat olur ha yəni. Ciddiyyət mütləq ki var. Cəqırı zarafatımız var, xahiş edirəm. Bu arada Vergilər Nazirliyində işləyən dostum var, Abdullah, salamlayırıq sizi burada. Bunu nəzərə alarsınız inşallah Abdullah bəy. Abdullah müəllim. Hə, bəs borcunuz var. Sizə borcu olan insan varmı, yoxmu? Mənə borcu olan yoxdur məncə. Yaxşı fikrim varsa. Yadımda deyil. Bu vergiləri həll etmişkən bunu da həll eləyək, gətirsinlər, versinlər. Yox, belə şəxsi borcum yoxdur, borclar da yoxdur. Belə yəni yox, şükür Allah, tutarmışam o borclardan. Heç kimə borc vermirsiniz ümumiyyətlə, Ram? Vermirəm ki. Gətirib qaytarırlar mı? Allah haqqı, bir də görürsüz, belə adam onu deməz, amma bir də görürsüz özümdə olmayıb tapıb verirəm də. Elə bir adamdır ki, o dəyər var. Hə, amma demirsiniz də özümdə yoxdur. Mən yaxşı adam deyiləm, yox. O ona dəyər, başa düşdünüz, onu gətirim, ona verim, o elə adamdır. Amma həmin adamı demirsiniz də ki, məndə yoxdur, gedim başqasını alım. Yox, niyə deyim ki? Ona axı maraqlandırım, ona pul maraqlandırır. Elə deyil. Nə geç adamsınız? Yox. Yaxşı oğlan kimi görsünə bilərəm, amma ən azından tərbiyə gör. Mən deyirəm tərbiyə. Hə, mamam elə tərbiyə eləyib bizi. Allah anama can sağlığı versin. Allah uzun ömür versin. Bütün analara can sağlığı versin. Hə. Allah. Hə, elə böyümüş. Deməli sizə heç kim borcu yoxdur ki, gətirib qaytarsın. Maşallah, Allah saxlasın. Dünən izlədim, 2 dənə qızınız var. Hansısa sizin yolunuzu davam edir, yoxsa yox? Çox gözəldilər bu arada. Yox, heç biri. Çox sağ olun, təşəkkür. Heç biri. Təbii ki, uşaq vaxtı olanda 2 dənə qızdır. Onlar biraz ekranda da can atırlar. Amma mən istədim ki, bu sahədə olmasınlar. Yəni bu sahədə, bu sahənin əziyyətini mən görmüşəm. Elə bir sahəyə yönəldim ki, təbii ki, hər bir sahənin əziyyəti var. Amma bu sahədə mən çəkdiyim əziyyəti mən istəmirəm o çəksin. Qoy başqa sahədə başqa əziyyət çəksin. Bəlkə o əziyyət onun üçün daha rahat olacaq. Və daha çox fayda verəcək. Və daha çox onları yönləndirdim oxumağa. Böyük də oxuyur, balaca da biraz idmana gedirdi. İdman istədi. Hə, idman nə olar ki? O qədər qəşəng bizim qız idmançılarımız var ki, dünyanı fəth edir. Dedim, bəlkə onlar nəsə biraz getdi zbornaya qədər düşdü. Uğur qazandı. Hə, qazandı, yaxşı qazandı uğurda. Yeri gəlmişə müəllimlərini salamlayıram. Hə, qəşəng uğur qazandı. Sonra bir ara biraz zbornda əziyyət çox olanda belində ağrılar əmələ gəldi. Şeydə də respublikada biraz nailiyyət qazana bilmədi deyə. Ona görə də dedi ki, mən oxumaq istəyirəm. Mən də dedim ki, mən sənin üçün oxumaq üçün nəsə eləyirəm. Müəllim alır. O ora getdi və instituta girdi, qəbul oldu. Yəni belə istəyirəm ki, ikisi də savadlı olsun. Maşallah. Özü rəsmlə deyəsən məşğul, çox gözəl istedadı var. Allah haqqı bilirdim ki, belə kopyalayır, amma özünü çəkməyini bilmirdim.
Mən o gün içəri girdim, dedim, "Vaşka, bunu sən götürdün, çəkdin." Anası dedi, Hə, hə, çəkir, dedi, gördüm. özü çəkir. Bax, görsən, uşağın o boyda yaşamam, mən nətər pis atayam. Yo. Amma o şeyə çox inanıram. Bir adam istedadlısa, Hə, hər mövzuda istedad istedadlıdır. çıxacaq, bəli. Doğrudan da ondan Hə. razıyam. Qızınız istəyərdiniz rəssam olsun, ümumiyyətlə o istedadlı. Olsun Maraq da, olan. bacarırsa olsun, niyə olmasın ki? Nə olsa arxasında dayanacaqsa. Özü istədiyi olsun, öz sevdiyi Hə. işi olsun. Çünki sən sevmədiyin işdə işləyə bilmərsən. Şəxsən mən işləyə bilməmişəm. Heç vaxt sevdiyim işdə işləyə bilməmişəm. Hansı Mən işi oxuduğum sevirsiniz? institut xoşuma gəlmirdi. Sahə xoşum, biznes üzrə menecer, Hə. mənim deyildi o. Mən Ona görə ona mən görə rahat orada çıxıb getdim hə, də. mən də elə düşündüm ki, yəqin istəmirəm ona Oradan görə. söz götürməyən adam bu sahədə nə sözsən götürmüşəm. Bu işi sevirsiniz. Hə. Nə söz istəyirsiniz götürmüşəm. Hiçbir iş olsun da. Yəni iş olsun Hə. deyəndə bu iş olsun. Maraq mənim üçün, mənim işim də axı. Hə, baxıram bizim sənət elədir də, yəni çox çətindir. Ya məcbursan bu sözü dözəsən, götürəsən ya da tərk Hə də. edəsən. Tərk edəndə tam ayrı qala bilmirik. Bu xəstəlik kimidir belə deyim də bu. Hə, Hə, təbii ki, işi çıxa bilmirsən. sevirsinizsə. Çıxmaq da istəmirsən. Çıxmaq istəyirsən, hər dəfə Hə. deyirsən. Həqiqətən çıxıb başqa işlə gəlib çörə bişirəcəm. Gedəm. Gəlib un alana qədər çörəyə həvəsin itir qayıtsan. Qayıtsan yenə zibilə girsən. Bəs gördünüz ki, siz bu sənətdə pul yoxdur. Ona görə başladınız vloqlar çəkməyə. Pul Yoxsa? yoxdur, yox, dolanışıq yoxdur. Necə? Hə. Pul var, dolanışıq. Dolanışıq yoxdur. O Yetəri yoxdur. qədər Yəni yox. dolana bilmirsən də, yəni ki, Hə. sən pulin, yəni nə qədər. Hə, Şükran da təklif elədi. O yer gəlmişkən o bir tərəfdən də Ənvərlə danışdım. Sağ olsun, mən komediyxanaya dəvət elədi. Orada da varam. Hə, amma əvvəldən Dilarə xanımın seriallarında rejissorunun Monika, kəndimizin Monikası çəkdi. Var çəkilmişəm, yəni varam. Yox idi. O sahədə yox idi. Bu sahəyə keçdim və mən düşünürəm ki, bu sahədə mən yenə də biz sizi o TikTok və ya sosial şəbəkələrin adamı olanda mütləq Hə. deyil ki, sən qurşaqdan aşağı düşəsən. Hə, eynən. Mən elə hesab edirəm. Yəni onu heç vaxt eləmərəm. O zəif olsun, baxılmasın, gülməli olmasın, amma mən o səhvi buraxmayım da. Hə, onu güdürəm mən. Hə, onu da buraxmaram o səhvi inşallah. Şükranla özümüz də danışdıq. Şükran da o tərbiyən adamıdır. Ki bizim düşüncəmiz, təfəkkürümüz uyğun gəlir deyə bir işləyə bilir. Mən də Şükrandan çox söz götürürəm. İnansın. Hə, Şükran bilirsiz nətərdir? Telefona girir, başlayır danışmağa. Hə, nə oldu? Biz işləmirik. Hə, tamam mı? Hə. Heç danışmırsınız. Ənvər dəvət elədi, çox sağ olsun. Mən Hə. Ənvərin kollektivində, komediyxanada mənə o qədər hörmət olunur ki, yəni hamısından işləmişəm əvvəlcədən. Təbii ki, mən bir rejissor olaraq bütün hamısından bir aktyor, rejissor olaraq işləmişəm və o hörmət, o mənə olan hörmət, mənim onlara sevgim, hörmətim yenə də qorunur. Mən çox sevinirəm o kollektivə gedəndə. Çox Allah haqqı. Qəşəng kollektiv. Hə, Ənvər sözü bir də görsən, deyir ki, buyur Rami müəllim deyirsən. Xaça komandanın kapitanı Ənvər. Hə, hə. Yəni, Amma o hörməti var da, yəni o hörməti saxlayır, mən sağ çox olsun. təşəkkürümü bildirirəm. Eləcə də o biri sahələrdə də, yəni o biri kimlə mənə çox xoşdur. Mənim işimdə ən xoş odur ki, olan hörmət. Bir də görürsə yaxşı gülməlidir, amma hörmət yoxdur. Hə. Onu istəmirəm. Bax, o efirdə də gedəndə belə çox, nə bilim, o qədər alınmır, belə deyim də. Direkt hiss olunur bu. Hə də, hiss olunmalıdır. O Biz enerji. serialda bu hiss olunmaq, mən serial çəkəndə heç vaxt yorğunluq halına qədər çəkmirəm. O məcbur olanda bilirsiniz, çatdırmısan, hə. Amma Məcbur. məsələn biz çəkirik saat 11-dən axşam saat 8-də 9-a kimi yorulana qədər. Hə. Oradan ötürə və komediya yoxdur, qutardı. Çünki sən yorğunsan, onu verə bilməyəcəksən. O çıxır. Az da olsa çıxır. Oynayacaq, aktyor üstəlik eləyəcəkdir. Amma baxma da, o enerji var ha. Hə. O Nə yaxşı, özünüz aktyorsunuz deyə bunu başa düşürsüz bəlkə də. Çünki bəzən rejissorlar. Allah, Valla bəzən başa düşmürlər, zülm eləyirlər. Yox, variant yoxdur. Mən qınamıram. Bir də Məcbur. gör səhərə qədər işləyirsən, çatdırmalısan, belə bir şeylə anla. Bizdə də belə anlayış var, çatdırmalısan. Amma bizdə məsələn imtahan seriya vaxtı 20 saat, 22 saat işləyirdik. Elə xoşbəxt idik. Doğrudan xoşbəxt. Enerji də cavanlarda Hə, ay sağ ol. cavanlarda Rüfət də yazıq ölürdü. Rami müəllim, yox bizə Rami müəllim idi. Rami Nəbiyev, salamlayıram Rami müəllimi. Rüfət şeydə idi, ata ocağındaydı. Drama ağladırdı o. Hə, Rüfət zor rejissor. Bəs bu vəziyyət sizi üzmür, incitmir? Yəni bu belə deyim də sizə hamının adından danışırsınız. Hal-hazırda bütün aktyor, aktrisaların, rejissorların. Öz adımdan. Ümumiyyətlə də Mən yəni. onları düşünürəm ki, onlar da elə hesab eləyə bilər. Mən demirəm. Hə, çoxsu yəni elə hesab edir ki, pul yoxdur da bu işdə. Bəs nədir problem?
Olmaya maraqlı. Nədir problem? Nə bilim Allah. Bu bütün aktyorlar, Yoxdur. rejissorlar Televiziyada üzür. məsəl üçün pul o yoxdur. Heç qabaqda da olmayıb. Yəni televiziyadan kənar olub. Həmişə pul gətirmək, aparmaq ki, yəni sponsorlar belə şeylər. Hə. Amma televiziyada maaş olub da həmişə. Başqa heç nə olmayıb. Yəni mən yadımda deyil ki, mən alaram, mən məsəl bir iPhone verim, məndə çək elə şey olmayıb və olmayacaqdı da. Elə demin də birdən bəlkə izləyirlər, Hə. bəlkə oldu. Yox, eləmirəm axı. Eləməmişəm deyə mən çəkə bilmişəm. Hə. Hə, Allah haqqı götür. Bir dəfə bir nəfər gəldi, bir başqa siqaret verdi. Allah razı olsun. Quran haqqı gətirib bir başqa siqareti mən məzələyənsəm, mən siqaretə görə çəkirəm, yığışdırar bunu. Amma siqaret istəyirdi. Sonra getib ikimiz bir yerə çəkdik. Hə, direkt dostluq. Hə. Yox, belə şey eləməmişəm də. Yəni nəyinsə müqabilində o işi görməmişəm. Hə. Görmüşəm, sonra ola bilər hörmət eləyiblər. Hə. Çox olub o. Ha, çox olub. O nəsə bilmişəm, mən bilməmişəm ki, o falan şey. Hə. Görmüşəm, hörmətini görmüşəm. Sağ olsun. Onun gözlədiyindən ya da istədiyindən daha artıqını Hə. etmiş. Mən heç kimdən heç görürəm. Heç kimə borclu deyil. Prinsipi var da. Niyə eləsinlər ki? Əgər mənim borcum onun işini görməksə, sən işini gör. Sən ondan niyə umursan ki? Mən umuram deyə rahatam. Umsaydı məsələ olardı. Ki, bu məndən axı onu bilməm. Məsələn, kanallardan umursan, məsələn, ummalı deyilsən axı. Ona görə rahatam, umuram. Amma yenə də maaş çox azdır ya. Aktyor sastavı, rejissor sastavı çox azdır. O vaxt məsələn keçmiş dövrlərdə Allah qəni rəhmət eləsin bizim Heydər Əliyevə çox qiymətləndirirdi və məsələn bir müddətdən sonra ev verirdi. İndi bir gözləntiniz var elə bir gözləntiniz yoxsa bir neçə ildən sonra ev hədiyyə eləyir? Verirlər də, indi də verirlər. İndi də başlayıblar. İndi də verir. Sosial evlər nə üçün? Ona hamısı verirlər. Doğrudan. Yəni mənim əməkdar mədəniyyət işçisinin necə medal gedir o? Əməkdar mədəniyyət işçisi medalın və knişkanın altından cənab prezidentimizin imzası varsa, mən çox xoşbəxtəm də. Yəni bu eləyib də. O vaxt olur, indi olur. Doğrudan da sağ olsun prezidentimiz İlham Əliyev də gənclərə çox dəstək olur. Bəli, doğrudan da. Bəli. Amma siz şəxsən özünüz gözləyərdiniz yoxsa? Mən gözləyərdim. Yəni sizin yerinizdə mən gözləyərdim, nə yalan deyim. Mən bir dənə gözləyərdim, açıq deyim, düzün deyirəm. Allah istəyərdim, görüşəm. Hə, görüşmək istəyərdiniz. Niyə də yox, hə, cənab prezidentlə görüşmək istəyərdim. Ha, gözləntim o ola bilər. Bax, bir dənə gözləntim o ola bilər. Kimə nə vaxtsa da onunla görüşüm. Hələ ki olmayıb, elə bir görüş. Yox. İnşallah olacaq Hə, tezliklə. onsuz da inşallah. Düşünürəm olacağını. Çox sevinərəm. Bəs Ram bəy, 27 illik karyeranız boyunca başınıza gələn ən maraqlı bir hekayə mi deyim? Fərqi yoxdur, komik və yaxud da dramatik. Nə danışa bilərsiniz? Ən maraqlı deməyim, mənim o barədə hətta verilişim də olub MTV kanalında. Şəhriyar bilir. Utandım yerinə veriliş oldu və hər bir sənət adamı, yumoristik adamlar dəvət edirdi. Onun başına gələn hadisələr və mən də özüm də danışırdım özümdən. Bir də Səbuhi Bayramov bizim ssenarist. Hə, o da danışırdı. Yəni o mövzulardan bolam. Çoxdur. Danışa da bizə da, çəkiliş vaxtından da o qədər olub ki, misal üçün mən həmişə hansısa bir təhlükəli və təhlükəyə yaxın olan səhnələrdə birinci özüm yoxlayıram. Ki, birdən aktyor gəlib yıxılar, mən üstündə qalar yox da. Mən o vicdanı, əzabını çəkə bilməm. Çünki gətirdim o, yəni o düz deyil, o təbii ki, onun öz məsuliyyətidir. Amma hər halda mən vicdan əzabı çəkərəm deyə birinci özüm yoxlayıram. Bir gün Çingiz Əhmədov elə bir əlini daşa qoyub o tərəf keçməli idi. Dedim, qoy bir dənə mən yoxlayım, sonra əlimi daşa qoydum. Daş mənim əlimdən bir yerdə sürüşdü. Nətər açdım belə, damdım. Hamı qaça-qaça gəldi, durum ver. Çingiz mənim buradan olmaz. O qədər olub belə şey. Prov elədim, olmadı. Bir də belə dizə qədər palçığa girmişəm. Peynə girmişəm, peynə. Çəkilişdə niyə? Samanlıqdır. Çingiz müəllim hoppanmalı idi aşağı. Biz Xalqın Evi serialı çəkilirdi Xəzərdə. Bütün aktyorlar təzadüfən. Bizim üçün çox maraqlı bir serial idi və o ən baxılan seriallardan biri idi. Hətta indi də aktyorlar, orada çox aktyor, aktrisalar var ki, hansı ki, məsələn, komediya oynamayıb, dram oynayıb, həmişə komediya dəvət eləmişəm. Məsələn, aktrisa olmayanlar çox sevirəm. Bax, o mənim üçün ən maraqlı bir, həm yaradıcı həyatımda, həm də ümumiyyətcə həyatımda dəyişən bir seriallardan biri olubdu o. O serial, hə. O bir dəfə Çingiz müəllim samanlıqdan düşməli də aşağı, dedim, gözlə qoy, mən düşdüm aşağı, sən demə orada peyni idi. Tövlənin içində idi. Düz dizimə qədər girdim peynim. Çingiz müəllim, burada peyin var, ora hoppanmayın. Amma ayağım sindi.
Görsün sonra deyirsiniz ki, nə var aktyorluq eləmək. Birini danışa bilərsiniz. Xoşum gəldi. O bağışla məni, xoşum gəldi. Əslində qonaq gəndə bir dənəsini danışdırıq. Mənim çox xoşum gəldi. Bizim bir ən sevdiyim hekayəni danışım sizə. Bizim Asim adında bir prodüserimiz var. Salamlayıram, qızı da olub dünyaya. Allah başadan versin. Asim bizim seriallarda prodüser işləyirdi. Bizə kömək edirdi. Məsələn, nəsə gətirmək lazımdır. Asim deyən bunu tapmaq lazımdır, bunu tapmaq lazımdır və o işlə məşğuldur və Asim başqa cür düşünürdü həyatı. Həyatı başqa cür görürdü. Bir dəfə dedim ki, Asim, seriallarda o boşqab zad qırmırlar. Dedim, Asimdən bizə boşqab lazımdır. Onu gətir, üstümüzə adlarımızı yazacaq. Getdi, qayıtdı, ram mən tapmışam, gətirdim, baxdım ki, bu boyda dəmir. Dəmir. Dedim, hə, Asim, biz bunu yazırıq, qırmalıyıq. Bir sənə dedi, qırım mən. Özdə idmançı da, yəni judo üzrə Avropada da yarışan oğlan oldu. Bədənini qaqaşdı. Allah haqqı. Elə düşünürdü o. Qırdığı görəsən. Yox, dedim o getdi yaşamaz ölənsəm mi? Asim balıydı. Asimə salamlar. Salamlayıram, Allah övladını da sağlasın. Asimlə hadisələr çoxdur. Asim bir dəfə Zakataladandır, gözəl məkanımız. Zakataladan Bakıya, Zakatala televizor var, işləmirdi. Nəsə diodu yanmışdı, nəsə 15 manatda zad yoxdur. Orada da Bakıda da onun dostu var. Dedi, get mən düzəldim, apararsan. Asim gətirib televizoru düzəltlikdir, işləyir, aparıb televizoru maşının səbətinə ağzı üstə qoyurlar. Televizor ekranı çat-çat olur. Və Asim. Bizdə bir iş düz getməyəndə deyirik, Asim başladı. Asim elə bir oğlan. Asimə baxacam, görüm, onu görmək istəyirəm. Asim balım. Çox şirin oğlandı. Toyunda oldu. Deməli, Asimin toyudur. Qonaqlar yığılır. O qədər gözəl məclisdə, o qədər gözəl qohumlar var. Toyun sabahsı gündür. Qalmışıq, xaşzad, hər şey öz yerində. Çıxdı ki, Asim çıxdı şortikdə. Əmsi qayıt ki, ay, şortikində şey, girdi təzə görüm, ay, qohum əqrəb gəlir. Getdi. Qardaşı dedi ki, ay Asim, get dəyiş, yox. Mən qardaşı qayıt ki, Ram bəlkə sən işi də. Bunlara ərk eləyir. Mən bildim, Ram müəllimdir də, yəni müəllim var böyründə. Deyib, bəlkə sənə qolaq mə? Asim, ona şortikdə gülümsən. Get dəyiş. Asim belə baxdı ki, qırmızı şortik idi. Qırmızı şortik idi əynində. Belə baxdı ki, ayda doğrudan getdi, gəldi ki, yaşıl şortik idi. Deyirəm, Asim, sən şortik geyinmə, başqa şey geyin. Dəyiş o mənada. Bu elə bir ki, qırmızı şortik odur. Mən də yaşıl geyinim. Asim. Belə davam eləsə, yenidən sənəti nə vaxta kimi davam etmək istəyirsiniz ümumiyyətlə? Amma özümün bir qırmızı xəttim var da. Nə vaxt o xətt? Beyninizdə var o, yoxsa? Mən elə ki, baba olanda mən sosialda ta olmalı deyiləm. Amma efirdə ola bilərsiniz, yoxsa? Ola bilər də, aktyoram da, ya rejissoram, nə bilim. Amma sosialı buraxacaqsınız baba olanda? Mən elə ki, Hazırlaşırsınız, yoxsa? İnşallah, Allah qismət eləsin. Allah, inşallah. Allah qismət eləsin. Mən elə ki, elə olmalı. Niyə məhz sosialı buraxacaqsınız? Mən elə ki, mənim psixoloji sənətim, əsas ana sənətim televiziyadır, aktyorluqdur, rejissorluqdur, bu incəsənət sahəsidir. Sosial o pillədə deyil. Bəlkə ola bilər, ya o mənada yox ki, o pillədə deyil də. Yəni, elə bir teatr adamı heç vaxt televiziyanı o qədər bəyənməyib. O, onun üçün bir məbəddir. Bəli. Biz də teatra gedəndə o məbədə gedirik və o ara-çür gözəlliyi görürük. O heç. Ancaq teatr aktyoru, xalq artisti əsasən bəyənmir televiziyanı. Televiziyada işləyənlərsə sosiala eyni gözlə baxa bilər. Mən eyni gözlə baxmıram, amma hər halda hardasa da məhəbbət olmalı deyil, məncə. Ta yaxşıdan. Baba da oldu məhəbbət. İyi gedişinə məşğul. Onu işləmək istəmirəm. Ona görə istəmirsiniz. Həm bəlkə də özüm də yorulum da. Mən məhəbbətdən yorulmuşam, bacanaqlar o qədər. Nə qədər olar ki, oyun bəs. Amma qəşəng tutuzdurdu o xarakter. Çox qəşəng tutuzdurdu. Doğrudan fərqli, maraqlı. Bəs istəyirsiniz hər hansısa bir teatrda daimi olaraq çalışmaq? Mən çox istəyərdim teatrda tamaşa qurmaq. Mən qurmuşam tamaşa.
tamaşa qurulmuşam. Mən komediya da qururdum. Düzdür, komediya tamaşa deyil. Onu heç müqayisə də gələ bilməz. Amma hər halda o ona yaxın bir şeydir də. Yəni onu qurmaq yaxın bir şey. Hətta Xalqın Evi serialımız istəyirdim mən tamaşasını musikomediyada quram. Nəsə sonra alınmadı, amma böyük məmnuniyyətlə istəyərdim yəni tamaşa quram. Komediya tamaşası. Tamaşa quram deyəndə komediyxana zaten hər həftə 2 gün 4-5 tamaşa qurur. Hə, bu da özü bir mini teatrda belə deyək. Bəli. Siz heç vaxt deyə bilməzdiniz ki, məsələn 60-cı ildə deyə bilməzdiniz ki, bizim teatrımız başqa bir formada olacaq televiziyada. Bu da teatrın başqa forması. Kimsə bəyənib bəyənmə bilər, o heç. Amma faktiki olaraq o insanlar tamaşa qururlar. Hə də məşqə gəlirlər, məşq eləyirlər, hazırlaşırlar hər gün teatrda. Siz özü bilirsiniz ki, mən əvvəl bilmirdim. Əvvəl məni dəvət elədi. Mən girdim, bir şoka düşdüm orada. Niyə? Ssenari gəlir. Hamı baxır ssenarisinə. Bir dəfə keçirlər hamı bir yerdə. İkinci dəfə keçirlər hamı bir səhnədə bir dəfə məşq elə, hazırda axşam konsertə. O çox çətindir axı. Teatrda aylarla məşq edilir. Siz təsəvvür edirsiniz, o aktyorlar hər həftə 2 dəfə belə deyək də, artıq hər həftə 2 dəfə bütün il boyu, belə də 5 il onlar tamaşa oynayırlar və hər dəfə o aktyorlar səhər gəlirlər, oxudular, məşq elədilər, axşam canlı. Tamaşaçının qabağında. Tamaşa da hər dəfə dolu olur. Yəni heç bir teatrda elə bir şey yoxdur, belə deyək. O aydındır, o başqa bir şeydir. Teatr başqa bir şeydir. Amma bunu yadda saxlamaq var, bu insanları yadda saxlamaq var. Zülümdür, doğrudan da. O əziyyətin qabağında bunlar reytingdə birinci olmasın olsun. Hamı əziyyət çəkir. Aydındır, o bir seriallar da əziyyət çəkirlər, hamısı. Biz səhər saat 7-də duruq, gedirik Xızıya. Qar idi o günlər, soyuq, donuruq Xızıda. Elə bir səhnə var ki, bizim Elşən ikinci rejissor dedi ki, Ramazan, bizim keçən həftə isti olubdur deyə, siz pencerdə çəkirmişsiniz. Davamlılıq pencək. Qar da yağır. İndi o səhnənin davamını çək. Misal üçün. Nəysə, yəni əziyyətini çəkirik demək istəyirəm. Düzdür. Tək hamı yox. Bütün sahələrdə əziyyət çəkilir. Onun da əziyyəti budur. Onlar isə o əziyyətdə mənə deyək ki, üstə gəl birdirlər hərəsi. Çünki beyin yorulur. Adi filmdə, serialda baxırıq, çəkiliş başlayır da. Motor deyincim yadımızdan çıxır hansısa bir söz. Amma onlarda biraz başqadır. Məsələn, onlarda deyirəm, bizdə komediyxanada da. Mən niyə onlarda deyirəm? Çünki mən hələ onların baleşikəm. Yəni mən özüm oradayam. Mən onlara çox balet edirəm. Özümdən başqa o necə, mən dəvət eləyənə qədər mən necə tamaşaçı idim. Elə də tamaşa edirəm onu. Bəs niyə məsələn çox adam komediyxananı niyə yıxıb sürüyür? Mənə bu maraqlıdır. Hamı izləyir, izləməni hamı izləyir. Amma onun yıxıb sürməyə nə var ki? Yumor çox şaxəli söyləyəcək qədər bir incəsənətin bir növüdür. Dram o qədər söyülməz. Dram o qədər, bilirsiniz niyə? Drama nə pisdir, yaxşıdır, ağlamalı deyil. Amma komediyada şitdir, bayağıdır. Nə bilim, qurşaqdan aşağıdır, nə bilim, iyrəncdir. O qədər söz yapışır ki ona. O qədər söz yapışır ki, 10 cümlə desən, ikisi ilişib girəyək ora. Başa düşdünüz? Yəni, o yapışan bir şeydir. Bir nə var ki, onun altda yazmaq. Amma onun əziyyətinə bax. Əziyyət çəkib və nə isə TikToku göstərərlər. Onlar niyə? Onlar onu təbliğ eləmirlər. Onlar onun baxırlar ki, nə gülüşsüz vəziyyətdəsiz siz. Eləməyin bunu. Sən niyə öğüt nəsihəti tərsinə götürürsən ki? Hər kəs öz düşüncəsinə görə bizim tərbiyəmiz, o mənim tərbiyəmi poza bilməz televiziya. Bilirsiniz niyə? Çünki mən evladımı televiziyadan tərbiyələndirmirəm. Mən evladımı özüm tərbiyələndirirəm. Gözünü açan gündən. Aydındır, indi bu dəqiqə uşağı versin telefona baxır, o aydındır. Amma hər halda mən bir valideyn məsuliyyət olaraq düşünsəm ki, telefonu verməyim, televiziyaya qoymayım, bu mənim tərbiyəm olar. Qoyma da baxsın. Bir, ikincisi ki, nə göstərirlər ki? Saat 10-dan sonra göstərirlər də, plus 18 yazıblar da. Plus 18-də də bir şey yoxdur. Var, amma yenə də. Var, demirəm. Yəni, o söyləyəcək qədər deyil. Çox pis bəzi hallarda haqsız yerə söylürlər, düz eləmirlər. Mən də elə düşünürəm. Onlarda dünyanı nə bilim olur. Hər kəs baxır, vallahi hər kəs baxır, hər kəs gülür. 2 dəfə zal doldururlar da, həftədə 2 dəfə zal. 250-300 nəfəri yerdir. Hər həftə 600 nəfər adam gəlir ola baxmağa və hamı da həvəslə gəlir. Bilet axtarırlar. Mənə nə qədər deyirlər.
tanımadığım adamlar da görürsüz, xahiş edirlər. Biz də düzüb qoşulun, olar ki, gəlib baxsın da. Bəlkə yaxşıdır da. İndi mənə uydurda görürüz, bir şans da keçirilənə desin, mən də verirəm. Hə. Təşəkkür Üzlərin edirəm. güldürür sizi. Hə, Allah haqqı, gəlmək istəyir, gəlsin baxsın, bir dənə baş yapaq. Təmizxana da zor, gəlib gedir. Sonra deyir, bu nədə tənqid eləmək olar? Allah haqqı. İşiniz zamanı olsun, yorulmayasınız, komedixana əhli. Hə, Ürəm bəy, bir daha təşəkkür edirəm. üzr istəyirəm. Ya buyurun, danışın. Salam deyin Şükran bəyə. Kişi. Hə, Şükran. Mən gəlirəm bir 15 verişdən çıxıb gəlirəm 15 dəqiqə. Evet, var. Hə, dişdən çıxmışam da, dişdən çıxdım verişə, verişdən də çıxıb gəlirəm. Veriş Nərimanovda. Gəlirəm, ya. Tamam. Gördünüz? Çox təşəkkür edirəm təklifimizi qəbul edib gəldiyiniz üçün, özünüz olduğunuz üçün. Çox qəşəng auranız var, çox gözəl enerji aldıq sizdən. Xoş oldu, çox sağ olun. Şəhriyara da təşəkkürümü bildirirəm. Şəhriyara, veriliş var ki, verişin adına getsən, veriş var ki, onun dəvət edən adına getsən və mən çox xoş oldu. Şəhriyar və sizlə də əyani tanış olmamız, operator qardaşımızla da əvvəldən tanışıq. Operatorları çox istəyirəm. Sağ olun, var olun. Əsas odur da yaxşı cəmiyyət. Sağ olun. Mən də hörmətli tamaşaçılar sizə təşəkkür edirəm. Bu dəyərli bir saatınızı bizə ayırdınız, bizi izlədiniz. Bu həyatda kim olursunuz olun, nəçi olursunuz olun, əsas odur ki, özünüz olun. Bir də sonda onu qeyd etmək istərdim ki, bizim dostlarımız var, Forum Baku Telegram səhifəsi. Özünüzə yeni bir iş tapmaq istəyirsinizsə, iş axtarışındasınızsa və yaxud da hər hansısa bir şey ehtiyacınız varsa, Forum Baku Telegram səhifəsinə müraciət edə bilərsiniz. Onu da sonda qeyd etmək istərdim ki, verilişimizə sponsor olmaq istəyirsinizsə, aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz. Təşəkkürlər.